Bugünkü izahımız olacaqdır. Demin təşkil etdiyi 20 sınaq biologiyadan nömrə 6-nın izahı. Burada əsasən bitkilərin əsas yarım qrupları, göbələk, şibya və bakteriyalardan danışacağıq. Birinci sualdan başlayaq. Deyir, şibyələrin tərkibi hansı aləmin nümayəndələrinə rast gəlinir? Əsasən burada 3 aləmin nümayəndəsinə rast gələ bilərik. Biz bitkilərdən yosunlar, göbələk mütləq olmalıdır, bir də bakteriyalar. Bu 3 aləmin nümayəndəsinə rast gəlmək olar. Amma birində mütləq ikisi olur. Üçünə rast gəlmək olur. Deyir, hansı bitkinin yarpağında həm mitoz, həm də meyoza baş verə bilər? Hansı ki, bu erkək qıcı olacaqdır. Meyoz prosesi ilə sporlar əmələ gəlir. Həm də ki, mitoz bölümə keçir. Zambaq kimlər fəsiləsinin nümayəndəsinə aid olmayanı deyir seçin. Dişicik 3 ağızlıdır, doğrudur. Əsasən həşəratlarla tozlanır, bəli, cəlbedicidir. Əksər nümayəndələrin meyvəsi qutucuqdur, bəli, gilə meyvədə olanlar var. Nümayəndələr arasında zəhərli bitkilərə də təsadüf olunur. Məsələn, inci çiçəyi zəhərli bitkidir. Deyir, əksər nümayəndələrin meyvəsi gilə meyvədir. Gilə meyvə düşü yanlış ifadədir. Y səhvdir. Deyir, bitkidə mikoriza əmələ gətirə bilər. Bitkilərdə mikoriza gətirə bilər toz ağacı göbələyi. Sonra birlikdə mikoriza əmələ gətirə bilər. Hansı göbələklər? Biri toz ağacı, yox, bunu nə deyir? Bir dəqiqə. Birlikdə mikoriza, ikisi bir yerdə mikoriza əmələ gətirə bilər bu göbələklərdən. Burada belə bir şey deyə bilərəm ki, mikoriza əsasən toz ağacında toz ağacı göbələyi olur. Ağca qovaqda qırmızı baş göbələk olur. Şam ağacında yağlı göbələk olur. Kükünarda sarı qırmızı göbələk olur. Simbiozluq əmələ gətirən mikoriza. İndi bizə deyir ki, bunlardan hansı əmələ gətirir? Mukor gətirən deyil, şampinyon gətirən deyil. Ona görə 1 ilə 2-nin olduğu variantları çıxsaq, qalır 3. Şam ağacından əmələ gətirən. Toz ağacı göbələyi ilə gətirəcək. Ona görə 4-ü də çıxsam, qalır bir dənə cavab A. Amma şam ağacında onu qeyd edeyim ki, əsasən yağlı göbələk olur. Deməli, qeyd dəftərinizə də götürün ki, ağ göbələk şam ağacında da simbiozluq mikoriza əmələ gətirə bilər. Hansı bitkinin yerüstü hissəsi yalnız bir növ vegetativ orqanı olur? Bir növ vegetativ orqanı olur. Deməli, burada erkək qıcını götürəcəyik. Bircə dənə vegetativ orqanı var yerüstü, yarpaqları. Gövdəsi də yeraltıdır, kökümsovdur. 6. Ulotrix deyir, əlverişli şəraitdə nə ola bilər? Qametlər yaranmaz, zigot da yaranmaz. Çünki bunlar əlverişsiz şəraitdə olur. Amma qamçısız sporlar əlverişlidə yaranır. Bir də zoosporlar əlverişlidə yaranır. Ona görə 1-3 A. Antibiotiklərdən tez-tez istifadə edilməsi insanda hansı canlılar tərəfindən törədilən xəstəliklərə qarşı daha çox təsadüf olunur. Əsasən antibiotikləri biz göbələklərə qarşı xəstəliklərdə istifadə edirik. Göbələklərin törətdiyi xəstəliklərdə. Quş mamırının qeyri-cinsi nəsli üçün doğrudur. Quş mamırının qeyri-cinsi nəsli dedikdə dişi bitkinin üstündə çıxan qutucuq nəzərdə tutulur. Deyir, bilavasitə spordan yaranır. Spordan yox, elə özü spor yazır. Hüceyrələrində xlorofil olur. Xeyr. Bilavasitə ziqotdan yaranır. Doğrudur. Gövdə və yarpaqlara malikdir. Xeyr. Burada cavab 8-də olacaqdır. D, yalnız 3. Yəni bunun yaşıl hissəsi cinsiyyətli nəsildir. Təkcə qutucuq və qutucuq ayaqcığı isə ziqotdan yaranan hissə qeyri-cinsi nəsildir. Şibyanın qabıq qatını əmələ gətirir. Şibyanın qabıq qatını nə əmələ gətirəcəkdir? Göbələklər. Daxildə isə ya bakteriyalar olur, ya da ki, yosun hüceyrələri. Fleming tərəfindən ilk antibiotikin yaradılması hansı canlılarda istifadə edilir? Fleming ilk dəfə pensilini kəşf edibdir. Pensilin də əsasən istifadə olunan canlılar aid olduğu aləmdə nə olmur? Heç vaxt avtotrofluq olmur. Yəni pensilin göbələyidir. Göbələklər heç vaxt avtotrof olmur. Onlar həmişə bütün nümayəndələri heterotrofdur. Gələk 11-ə. Quş mamırının sporundan başlayaraq sporun yaranması ilə başa çatan ilkin düzgün ardıcıllıq necədir? Quş mamırının sporundan nə inkişaf eləyəcəkdir? Quş mamırının sporu çevriləcəkdir ilk cücərti proteinimaya. Proteinemanın üstündən yetkin bitki çıxacaq 1. Bu onun cinsiyyət, necə deyərlər? Ya da bunu yazmayaq, bir dəqiqə. 2-dir. Birinci deyir, quş mamırının sporundan başlayaraq sporun yaranması ilə başa çatan inkişafın düzgün ardıcıllığını müəyyən edir. Deməli, spordan başlayaraq, onda sporu götürək 3-lə. Spordan sonra proteinemadır. Sonra proteinema inkişaf edib yetkin bitkiyə başlanğıc verir. Ardından oradan cinsi orqanlar inkişaf edir. Yetkin bitkinin üstündə 4. Cinsi orqanlardan zigot yaranır, mayalanma gedir. Mayalanma gedəndən sonra artıq qutucuq inkişaf edir. Bu da qeyri-cinsiyyətli nəsildir 5. Buna uyğun cavab A. Mətndəki açar sözlərdən istifadə edərək ardıcılığı tamamlayın deyir. Başlayaq. Deməli, qatır quyruğunun zoğları deyir, yalnız heterotroflardır. Bu hansı zoğlarıdır? Hansı ki, heterotrof qonur rəhli zoğlarıdır 3. Qidalanır. Qonur zoğların təpəsində nələr yerləşir? Sümbülcüklər. Burada nələr əmələ gəlir? Zoğların hesabına, yay zoğlarının yəni hesabına nələr yaranır? Kökümsovda ehtiyat qida maddələri toplanır. Cavab D. 13. Qanaxma zamanı dayandırmaq üçün hansı bitkidən istifadə ediliyor? Deməli, qanaxmada bir istifadə edilir qatır quyruğundan, bir də ki, quş əpəyi bitkisindən. Cavab B. Harda var deyə sual versəz bu dərslərin konspekti, yəni bu hissə, botanika ümumiləşdirmə deyə bir PDF atmışam dərs qrupuna. Oradan tapa bilər və yaxud da mənə mesaj yaza bilərsiniz. Mən bunu sizə göndərim. Deyir, dəlbəngin çiçəklərində olan bitişmiş strukturların sayı 45-ə bərabərdir. Əgər hər
bir çiçəyin dişiciyində 10 yumurtacıq olarsa, bütün çiçəklərdə maylanmada neçə sperm iştirak edər? Deməli, dəlibəng, badımcan çiçəklər fəsiləsi nümayəndələridir. Bunlarda kasa 5 mötərizədə, ləçək 5 mötərizədə, erkəkcik 5 mötərizədə, dişicik 1-dir. Yəni bunlarda kasa yarpaqlarda, ləçəklər də, erkəkciklər də hamısı bitişikdir. Onda bütün strukturların sayı 15-ə bərabərdirsə bitişik, 45-i 15-ə bölərəm, görüm neçə çiçək var burada. 3 çiçək var. 3 dənə çiçək varsa, hər çiçəkdə 10 dənə yumurtacıq varsa, hər yumurtacığı mayalandırmaq üçün 10 tozluq gəlməlidir. Hər tozluğun da 2 spermisi olduğunu nəzərə alsaq 20-20-dir. O zaman cəmi 60 dənə spermi iştirak edər. Gələk 15-ə. Eylerven diaqramında uyğun bəndləri müəyyən edin. Quşəbbəyi, yabanı turp. Quşəbbəyi də, yabanı turp da aiddir xat çiçəklərə. Buynuz meyvənin olması hər ikisi üçün xarakterikdir. Sonra, yox, bir dəqiqə, yabanı nümayəndə. Burada 2 meyvə tipi var. Buynuz meyvə, bir də buynuzcuq meyvə. Quşəbbəyinin meyvəsi daha balacadır. Ona görə buynuzcuq meyvə quşəbbəyinə gedir. Buynuz meyvə yabanı turpa gedir. 1. Qan kəsici xüsusiyyətə malikdir. Bayaqlar dedik quşəbbəyi. Ona görə 2 bura aid, 2, 4. Tənəffüs yollarının müalicəsində istifadə edilir. Əsasən turpu, ağ turpu kəsirlər, içərisinə bal qoyurlar, saxlayırlar və onun su qoyur. Onu içdikdə boğazdakı ağrılara, tənəffüs yollarındakı ağrılara kömək edir. Ona görə 3-ü bura aid edirəm. Həşəratlarla tozlanan hər ikisi də əsasən bal verən bitki olduğuna görə xat çiçəklər həşəratla tozlanır. 5 cavab C. Gələk 16-ya. Eşək qanqalı göyç çiçəkdən nə ilə fərqlənir deyir. Borç şəkilli çiçəklərin olmasına görə bu deyil. İkisində də var. Bütün çiçəklərdə mayalanma baş verə bilər. Eşək qanqalında, bəli, bütün çiçəklərdə, bir də zəncir otunun bütün çiçəklərində mayalanma gedir. Amma göy çiçəklə günə baxanda yalnız cinsiyyətli çiçəklərdə gedir. Ona görə ki, qıf şəkilli çiçəklərə malikdir. Xeyr, bütün çiçəklərində meyvə əmələ gəlir. Bəli, cavab C. Sonra 17. Bitkilərin orqan əsas qrupları 1, 2, 3, 4 yazıb. Bitkilərin vegetativ və generativ orqanlarının sayı verilib. Ağac şəkilli formalarının olması mayalanmanın baş verməsi üçün suyun vacibliyi. Deməli başlayaq. Əgər mənim bitkimdə 5 dənə orqan varsa, generativ orqan, toxum, çiçək, meyvə falan 5 dənə var, ağac şəkilli forması var, sudan yox, asıl deyilsə bu çılpaqdır. 6 dənə orqanın 6-sı da varsa, bu əsas örtülü toxumlu bitkidir. 3 dənəsi varsa, toxumlu ağac şəkillidirsə, bu qıcıdır. Qıcı. Toxumu da var. Daha doğrusu kökü, gövdəsi, yarpağı. Digər isə mamırdır. Bu şəkildə ağac forması yoxdur. Deyir, cədvələ əsasən doğru ifadələri müəyyən edin. Deyir, 2, birinci ifadədə deyir, 2, yəni bu, ilk generativ orqan yaranıbdır. Burada ilk dəfə generativ orqan yoxdur. Ona görə 1 səhvdir. Sonra ikinci ifadədə deyir ki, 2-də ilk dəfə köklər yaranmışdı. Bəli, ilk dəfə biz deyirik ki, qıcılarda kök sistemi kök yaranıbdır, əlavə və yan köklər. Çılpaqda isə əsas köklərdir. Üçüncü ifadədə deyir ki, 3 və 4-də gametofit reduksiyaya uğramışdır. Gametofit nəsil reduksiyaya uğramışdır. Bu da doğrudur. Deyir, bir həyat siklində sporofit üstünlük təşkil edir. Xeyr, əsasən qıcılarda sporofit üstünlük təşkil edir. Amma mamırlarda gametofit üstünlük təşkil edir. Bu da səhvdir. Cavab 2, 3 D variantı doğrudur. 18. Daha təhlükəli endotoksin ifraz edən bakteriyalara aiddir. Endotoksin deyəndə toksin zəhərdir. Endo daxili, daxilə zəhər verənlər əsasən insanda koklardır ki, daha çox xəstəlikləri koklar törədir. Kok bakteriyaları, kürə şəkillilər. Solğun əzvay göbələyinin qov göbələyindən fərqli cəhəti nədir? Fərqli cəhəti odur ki, hər ikisinin meyvə cismi var. Bunu götürə bilmərəm. Amma solğun əzvay saprofit, amma qov göbələyi parazitdir. Şəkildə gördüyümüz yay zoğu, yaz zoğu qatır quyruğudur. Deyir, bu zoğlar üçün ümumi olan nədir? Hər ikisi qatır quyruğunun qeyri-cinsi nəslinə aiddir. Bu doğru ümumi olanı istəyir bizdən. Yalnız deyir, avtotrof qidalanmaya malikdir. Hər ikisi yox. Bu gördüyünüz yay zoğudur, bu payız zoğudur. Hər iki zoğda spor yaranır. Xeyr, bunda spor yaranır, bu avtotrofdur. Heterotrofla qidalanır. Səhvdir, eyni vaxtda yaranlar. Səhvdir, hər ikisi də yetkin bitkinin üstündədir deyə qeyri-cinsi nəsildir. A. İnci çiçəyi kartofdan nə ilə fərqlənir? Meyvəsi gilə meyvədir. Xeyr, ikisinin də meyvəsi gilə meyvədir. Deyir, zoğun yeraltı şəkil dəyişməsi olur. İnci çiçəyində kökümsovdur, kartofda gövdə yumrusudur. Bu da deyil. Qutucuq meyvəyə malikdir. Heç birində qutucuq meyvə deyil. Kəsə yarpaqları olmur. İnci çiçəyi əsasən zambaq kimlərdir? Zambaq kimlərdə nə ləçəklər, nə də kəsə yarpaqları olmur. Ona görə 4. Kartof da 2 ləpəli bitkidir. Və badımcan çiçəklərə aiddir. Bunlar da tam çiçəklərdir. Yarpaqları qövsvari damarlanmaya malikdir. Bəli, bunu da götürürük 4B, Y. 4-5, Y. 22. Göy çiçəyin çiçək qrupunda 300 boru şəkilli, 500 qıf şəkilli çiçək var. Bu çiçək qrupunda olan bütün ləçəklər və erkəklilərin sayı arasında olan fərqi tapın. Birinci cinsiyyətli çiçəklər var. Bir də cinsiyyətsiz çiçəklər var. Hansı ki, cinsiyyətsiz çiçəklərdə kasa 0, ləçək 5, erkəkcik 5, dişicik 1-dir cinsiyyətlilərdə. Cinsiyyətsizlərdə bu şəkildədir. Ləçək 5, erkəkcik 0, dişicik 0 vəziyyətindədir. Deməli, burada boru şəkillilər cinsiyyətsizdir, amma onlarda ləçək var.
Qıf şəkillilərdə həm ləçək var, həm erkəklik var. Deməli, ümumi 800 çiçək var. 800 çiçəkdə ləçəyin sayı 5-dir. Vuranda 4000 dənə ləçək var. Erkəkliklər təkcə 500 dənədə olur. 500 dənədən də 5 dəfə 5, 25 yazsaq erkəkliklərin sayı. Ya da mən burada bir dənə səhvlik elədim. Boru şəkillilər cinsiyyətlidir. Qıf şəkillilər yalancı olduğuna görə cinsiyyətsizdir. Ona görə də biz 500-də cinsiyyət orqanları yoxdur. Cəmi 4000 dənə dedik ki, ləçək var. 500-dən 300-ü toplayanda 800 çiçək. 800 çiçəyin hərəsində 5 dənədirsə 4000 ləçək var. Cinsiyyət isə təkcə boru şəkillilərdə var. Ona görə də 5 dənə erkəklik yazacağam. 3 dəfə 5 1500 eləyər. Çıxdıqda isə 2500 qalar fərqi A variantı. Sonra gələk 23-ə. Deyir, Ulotrixin 4 zigotundan əmələ gələn sporların sayı. 1 zigotdan 4 spor əmələ gəlirsə, 4 dənədən 16 spor əmələ gələr. Olan deyir, bakteriyaların yaranması üçün bir ilkin bakteriya neçə saat bölünməyə məruz qalmalıdır? Mən belə deyək də, 16 dənə spor, yəni NT bərabərdir 16. O zaman belə yazıram. N0 1 dənə bakteriyadır. 2 üstü N düsturundan getməlidir. 2 üstü N neçə 16 verər? N bərabərdir 4 16 verər. 30 dəqiqədən bölündüyünü nəzərə alsam, vaxt nəymiş ki? 30-a böləndə 4 eləyib. X bərabərdir 120 dəqiqə. Məndən də neçə saat olduğunu istəyir. 120 dəqiqədə 2 saat deməkdir. Cavab 2-dir. Sonra gələk bura. Deyir, əgər günə baxanda çiçək qrupunda müxtəlif növ çiçəklərin miqdarı bərabər olarsa, bu mayalanmada maksimum 1000 sperm iştirak edərsə, bu səbətdə neçə çiçək olar? Normalda günə baxanda yalancı dinci şəkilli, bir də boru şəkilli çiçək var və bunların sayı da deyək x-dir, bilmirəm. Normalda günə baxan 2 qat mayalanmada gedir deyə, 1000 spermi varsa, hər mayalanmada bir toxum üçün 2 spermi gedir. Onda burada 2-yə bölərəm, 500 çiçəkdə mayalanma gedib. O zaman 500 dənə dilci şəkilli, 500 dənə də boru şəkilli varsa, cəmi bu səbətdə 1000 dənə çiçək var deməkdir. Sonra həm viruslar, həm də bakteriyalar tərəfindən törədilən xəstəlikləri müəyyən etməyimizi istəyir. Məsələn, faringit həm bakteriyalar, həm də viruslar tərəfindən törədilə bilər. Bir də meningitdir, həm bakteriyalar sinir sistemində beyin qabıq qişasının iltihabıdır. Bunu bakteriyalarda, viruslarda törədə bilir. Sonra 26. Deyir, Ulotrix üçün doğru ifadəni müəyyən edin. Hərəkətli və hərəkətsiz sporların yaranması bu Ulotrix üçün ola bilər. Bütün hüceyrələrdə fotosintez baş verir, yanlışdır. Bir hüceyrəsi yapışır ki, o cansızdır. Nüvələrinin sayı hüceyrələrin sayına bərabərdir. Xeyr, bir dənə hüceyrəsində nüvə yoxdur. Xromatoforların sayı hüceyrələrin sayına bərabər olmur, düzdür, cansızda olmadığı üçün. Məsələn, oldu burada cavab 1 ilə 4. Gələk bura. Paxlallar, taxıllar fəsli. Paxlallar adətən yarpaqları və gövdəsi vəzli tükcüklərlə örtülü olur. Biz bu birinci ifadəni A-nı, yəni heç bir şeyə aid eləyə bilmərik. Nə paxlalların deyil, nə də ki, taxıllara aid bir ifadə deyil. A. Deyirik ki, qat çiçək yanlığına malik olan çiçəklər B, aid olur əsasən taxıllar, çünki paxlallara bu ikiləpəlidir. Toxumunda olan qida maddələri endospermdə toplanır, yalnız, deməli bu taxıldır, C bura gedir. Çiçək yanlığı çiçək bulcuqları və çiçək pərdəsindən ibarətdir. Bu sözə görə taxıllara yazırıq bunu. Yarpaqlarında turvari damarlanma olur, əsasən paxlallarda Y. A heç bir yerə aid edilmir. Gələk situasiyamıza. Görək situasiyamız nədir? Deyir ki, botanika bağında ekskursiya zamanı şagird hündür bir ağacla qarşılaşır. Ağacın qabığında lövhədən olan latınca adı Pinus yazılır. Pinus sözü qaya deməkdir. Latıncadan şam ağacının mənasıdır. Bu dilimizə tərcümədə qaya deməkdir. Deyir, bu bitkinin aid olduğu şöbə ilk nümayəndələri nədir? Şamdır. Pinus qaya deməkdir. Şama görə bizdən nə istəyir? Nə zaman yaranıb deyir? Hansı yerdə, hansı dövrdə? Şam Paleozoy erasının Devon dövründə yaranıb. Çünki şam ağacı güclü kök sisteminə malikdir. O torpağa tələbkar olmadığına görə qayalıq ərazilərdə, dağlarda bitir və kök sistemi güclüdür deyə qayaları dağıdır, qayaların üstündə bitir deyə ona pinus deyilibdir. Sonra ikinciyə baxaq, 29. Bu bitkidə deyir, generativ orqanların neçə növ və hansı növlərinə təsadüf edilə bilər? Bunlarda biz bilirik ki, bir toxum var, bir də qoza var, generativ orqan. Bunlarda meyvə və toxum, meyvə və çiçək olmur. Toxum və qoza var təkcə. Əgər bu bitkidə deyir, mayalanma prosesində 100 sperm iştirak edərsə neçə toxum əmələ gələr? Bunlarda bir qat mayalanmadır. Yəni 2 qat mayalanma getmir. Spermi bir yumurtanı mayala bilər. 100 spermi varsa 100 toxum olar. Yaranan toxumlarda neçə pulcuqda yerləşər? Hansı ki, bir pulcuğun üzərində 2 dənə yumurtacıq olur. Hər yumurtacığın mayalanması 1 spermi, 2 spermi ilə gedirsə, bu şəkildə elə bir pulcuğa 2 yumurtacıq düşür. Hərəsinə 2 dənə spermi düşəcəkdir. Onda 50 dənə toxum varsa, bu, daha doğrusu 100 dənə toxum varsa, bu 50 dənə pulcuqda yerləşər.